Müsəlman şərqində ilk teatr, ilk opera məhz Azərbaycanda səhnəyə qoyulmuşdur. Bugün Azərbaycan dövlətinin siyasətinin əsas istiqamətlərindən biri də humanitar sahə ilə bağlıdır. Mədəniyyət, incəsənət, ədəbiyyat. Bu istiqamətlərdə son illər ərzində böyük işlər görülmüşdür. Hər bir xalqın, hər bir millətin ən böyük sərvəti onun mədəni irsidir. Azərbaycan qədim və zəngin tarixə və mədəniyyətə malik olan bir ölkədir. Əsrlər boyu bizi bir millət kimi qoruyub saxlayan bizim mədəni irsimiz, dilimiz, ədəbiyyatımız, poeziyamız, musiqimiz olub.